Bəzi şagirdlər 10 və 11-ci siniflərə sadəcə attestat ala bilmək üçün davam edirlər. Onların arasında ali təhsilə müraciət etməyəcəyini hələ aşağı siniflərdən müəyyənləşdirənlər az olmur. Sual yaranır. Tələbə həyatına fokuslanmayan şagird 9-cu sinifi bitirdikdən sonra niyə tam orta təhsilə can atır? Peşə təhsilinə yiyələnərək iş həyatına daha tez və daha perspektivli sahədə başlamaq variantı olduğu halda. 11-ə kimi qalırlar, onlar da bilmirlər neçəyə qalırlar. İstəyər ki, daha yaxşı işləsin və peşə məktəbinə ona görə məncə heç kim getmir. Hazırlaşırlar ki, bəlkə bəxtə-bəxt universitetə gedə bilsinlər, əskərliyə getməsinlər deyə elə eləyirlər. Sinif yoldaşlarından vaxtından tez ayrı düşməmək kimi kiçik səbəblərə də rast gəlmək olur. Amma gələcəyin qayğıları bu qədər kiçik səbəbləri nəzərə almır. Müstəqil həyata peşə sahibi kimi başlamaq bir çox məqamda daha əlverişli hesab edilir. Lakin mütəxəssislər cəmiyyətin bu mövzuya hələ də müəyyən stereotiplərlə yanaşdığını düşünürlər. Bu sahəni seçənlərin iş imkanları məhduddur deyən valideynlər tapılır. Amma Peşə təhsili ilə müqayisə etsək biz ali təhsili, biz kifayət qədər ali təhsili bitirib hal-hazırda əmək bazarında müvafiq sahə üzrə çalışa bilməyən şəxsləri görə bilirik. Halbuki peşə təhsilini bitirsəydi, kifayət qədər karyera imkanları daha geniş olardı. Məsələn, hal-hazırda biz müşahidə edirik, peşə təhsili istiqamətini bitirən bizim şəxslər var, hansı ki, ölkə vətəndaşlar. Onlar həm aşpazlıq üzrə, həm saç ustalığı üzrə, eyni zamanda maşın mühəndisliyi üzrə və sair kimi sahələrdə çox asanlıqla iş tapıb işləmə imkanı əldə edə bilirlər. Əslində peşə təhsili üzrə Dövlət Agentliyinin müşahidələrinə nəzər saldıqda vəziyyətin pozitiv istiqamətdə getdiyini görmək olur. Son illərdə bu yanaşma tədricən dəyişir. Hazırda peşə təhsili artıq alternativ və perspektivli karyera yolu kimi təqdim olunur. Xüsusilə Almaniya, Avstriya və İsveçrədə tətbiq olunan dual təhsil sistemi buna nümunədir. İşə götürənlərin ehtiyacına uyğun kadr hazırlanır, gənclərin işsiz qalma ehtimalı azalır, məzunlarımız əmək bazarına artıq təcrübəli şəkildə daxil olur. Yanaşma özünü statistikada da aydın göstərir. 2025-2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə 27 mindən çox qəbul qeydə alınıb. Son buraxılış ilində isə dövlət peşə təhsili müəssisələrindən 17 minə yaxın şagird müxtəlif peşələrdə ixtisaslaşaraq həyatının karyera mərhələsinə qədəm qoyub. Türkanə Əlsoy, Ramiq Abbasov, İTV Xəbər.